nə etdik? Biz nə keçdik? Dedik ki, fizikanın ilk bölməsi nədir? Mexanika bölməsidir. Neçə yerə ayrıldı? 3. 3. Dinamika, Hansılardı? statika, optika. Kinematika, dinamika, statika. Kinematika bölməsi necə bölməkdir? Hərəkətdə olan səbəbi araşdırmadan öyrənildi. İndi biz keçdik dinamikaya. Burada hərəkətin doğuran səbəblərini öyrənəcəyik. Hansı qüvvə təsir? Qüvvə artıq burada çıxır ortaya. Aydındır? Bəli. Burada qüvvəni öyrənəcəyik, səbəbləri öyrənəcəyik. Bir neçə dənə qüvvə təsir edəndə sonra buna necə təsir edəcəyik, onu öyrənəcəyik. Bunlar haqqında danışacaq. Baxaq. Dedi ki, Newtonun 3 dənə qanunu var, bilirik. Uşaqlar, o Newtonun qanunlarının yaranması səbəbini bilirsiniz də yəqin ki. Alma. Alma oldu. Prosta orada bir dənə şey yadda saxlayın. Məsələn, normalda alma düşsəydi yerə, Newton heç bir şey demədən normal olaraq yerdi. Amma o düşdü, bunu bir dənə beyninə batır ki, sual olaraq. Bu burada qalmışdı, niyə düşdü? Düzdür? Bəli. Düşmə səbəbi nədir? Bax, dinamika buradan yaranır. Yəni, cisimlərin artıq hərəkət etmə səbəblərini öyrənir. Newtonun birinci qanununa baxaq. Newtonun birinci qanunu. Burada ətalətlilik var. Aydındır? Burada ətalət, sözü deyə bilmirəm. Ətalətlik nə deməkdir? Ümumiyyətlə, tənbəllik deməkdir, tənbəllik. Yəni, tənbəlliyi xarakterizə edir. Cisimlər, 2 dənə qüvvə eyni anda təsir edirsə cismə. Məsələn, Murad, sənin bir qolundan və digər qolundan 2 dənə qız tutub eyni qüvvə ilə dartır. Tərpənməyəcək. Sağ ol. Eyni qüvvə ilə dartır və yaxud da eyni qüvvə ilə itələyir. Sən yerindən tərpənərsənmi? Tərpənməz. Xeyr. Burada nə oldu? Qüvvələr təsir edirsə və bu qüvvələr bir-birini tarazlaşdırırsa, cisim yenə də bərabər sürətdə hərəkət edir. Bir də var, sükunətdə olarsa. Sükunətdə olmaq nə deməkdir? Tərpənmir. Heç bir qüvvə buna təsir etmir. Sən çaşqanı qoymusan stolun üstünə, elə orada qalıb. Yəni, buna heç bir şey təsir etmir. Aydındır? Sükunətdə olma halı, bərabər sürətdə olma halı eynidir. Başa düşdük? Ona görə Newton birinci qanunu deyirlər ki, elə hesablama sistemləri vardır ki, bu hesablama sisteminə nəzərən irəliləmə hərəkətində olan cismə başqa cisimlər təsir etmirsə, sükunətdə qalır. Və yaxud təsir edirsə və bunlar bir-birini tarazlaşdırırsa, tarazlaşdırmaz yalnız bir cisim üzərində gedir. Baxın, unutmayın. Başqa cisimlərə təsir edən ayrı-ayrı qüvvələri bir-birinə tarazlaşdırmaq olmaz. Unutmayın. Yalnız bir cismə əgər bir neçə dənə qüvvə təsir edirsə, tarazlıq orada yarana bilər. Başqa cür ayrı-ayrı olmaz. Tarazlaşırsa, bu cisim ya sükunətdə qalar, ya da bərabər sürətdə hərəkət edər. Aydındır? Bəli. Bəli. Başladıq. Sükunətdədir nə deməkdir? Sükunətdədirsə F bərabərdir 0. Heç bir qüvvə təsir etmir. Uşaqlar, dayanıbsa cisim, bunun sürəti var. Xeyr. Təcili var. Yoxdur da mənim. Qüvvəsi də yoxdur. 0-dır. Və yaxud da bax, 2 dənə əks istiqamətdə 10 Newton burada, 10 Newton bura təsir edibsə, əvəzləyici qüvvə nədir? 0. Əvəzləyici qüvvə nədir? Yəni, cismə bir neçə dənə qüvvə təsir edir. Bu qüvvələrin hamısını əvəz edən bir dənə qüvvə olmalıdır. O əvəzləyici qüvvədir. Məsələn, yenə də Murada bir neçə dənə yerdən qüvvə təsir edir. Aydındır? Məsələn, deyək ki, bir tərəfdən 2 nəfər itələyir, o bir tərəfdən 1 nəfər itələyir. Sonda bu yerdəşmə var. Murad ki, haradasa, məsələn, biraz o tərəfə gedəcək, bu tərəfə gedəcək. Aydındır? Qüvvəyə görə dəyişəcək yerini. O dəyişmə, o əvəzləyici qüvvə qədərdir. Aydındır? Əvəzləyici qüvvənin təsiri qədər dəyişə bilir yeri. Bu da belə.
Ətalətlilik dedim ki, heç bir qüvvə təsir etmirsə və edən qüvvələr bir-birini tarazlaşdırırsa, buna nə deyirlər? Ətalətlilik. İndi bunların izahını verəcəm, amma hikayəyə baxaq biraz inersial hesablama sisteminə. Buradan bir dənə şey açım. Demək ki, inersial hesablama sistemi var, bir də ətalət hesablama sistemi var. Bunlar ikisi də eyni şey deməkdir. Yəni, birinci qanuna əsasən əvəzləyici qüvvəmiz 0 olur. Əvəzləyici qüvvə 0 olur və yaxud da bərabər sürətdə hərəkət edir. Bu, V0 olanda sükunət halıdır, V konstant olanda bərabər sürətdə olan haldır. Bunlar ikisi də nə adlanır? Ətalətlilik. Ətalətlilik. Və yaxud da belə bir sistem inersial hesablama sistemi, çünki F0 olanda təcilimiz də 0 olur, düzdür? Bilirik də, təcilimiz də 0 olur və təcilsiz olan sistemə deyirlər ətalət hesablama sistemi və yaxud da inersial hesablama sistemi. Bunlar ikisi də bir-birindən eyni şey deməkdir. Aydındır? Bu sistemdə əvəzləyici qüvvə 0-dır, təcil də 0-dır. Aydındır? Bu belə. Sonra gələk biraz kütlədən danışaq. Cismin ətalət halını, bunu biraz bu tərəfə çəkeyim. Cismin ətalət halını xarakterizə edən kəmiyyət nədir? Kütlədir. Düzdür? Bir cins cismin kütləsi M bərabərdir rho V. Burada mənə kütlə, rho sıxlıq, V isə cismin fəzada olan yer tutduğu yer nədir? Həcm deyirlər. Düzdür? Fəzada tutduğu yerə həcm deyirlər. Bəli. O da M bərabərdir rho V düsturundan tapılır. M kütlədir. Kütlə uşaqlar 0 ola bilməz. Kütlə tərəzi ilə ölçülür. Vahidi nəyə bərabərdir? Kiloqrama bərabərdir. Burada da yazmışam, əslində inersial hesablama sistemi təcilsiz hesablama sistemidir. Təcil 0-dırsa, qüvvə də, yəni əvəzləyici qüvvə 0-dır. Rho burada nədir? Sıxlıqdır. Sıxlıq M bərabər M bölünsün V düsturu ilə tapılır. M-in vahidi kiloqram, V-nin vahidi M kubudur. Və bir də bura nəyə diqqət etmək lazımdır? Bərk, bizdə görürük ki, rho ilə V necə asılı olmağın düzdür. Amma ki, bərk və mayelərdə, bu cisimlərdə sıxlıq həcmdən asılı deyil. Unutmayın. Bu qrafik yadınızdan çıxmasın. Bəlkə sual olaraq düşübüm, mən test toplusunda var, yadınızda qalsın. Aydındır? Sıxlığı hansı cihazdan ölçürəm? Arometr. Hələ qüvvəyə gəlib çatmamış, amma hələ mən Newton birinci qanundan danışıram, oradakı kütlədən danışıram, onun ətalətliyindən danışıram, həcmindən, sıxlığından, onu xarakterizə edən kəmiyyətlərdən danışıram. Aydındır? Sıxlığı ölçən cihaz nədir? Arometrdir. Arometrim olmasa tərəzi, olmasa da menzurka ilə ölçürəm. Həcmi nə ilə ölçürəm? Menzurka. Menzurka bilirsiniz də nədir? O, bilirsiniz də mamalarınızda olur. Bəli, bəli. Rəqəmlər olur üstündə. Ay, sağ ol. Süd ölçmək üçün hər hansı bir un ölçürük. Nəysə ölçmək üçün mətbəxdə olur. Üzərində ölçülər olur da, yəni 200 qram falan filan. Bildiniz də yəqin ki, o menzurkadır, həcm ölçürlər. Bu belə. Sonra uşaqlar dediyi də təcil sistemdir, inersial hesablama sistemidir və inersial hesablama sistemi elə Newton qanunlarının ödənildiyi sistem. Bir adından da belə deyirlər. Aydındır? Müəllim, İndi rho birin bərk küfəyə maye deyilsə, tərs asılı olar. qazlarda, bəli. Həcm artdıqca sıxlıq azalır. Qazlarda da. İndi burada sizə qazlarda düşməyəcək, amma sırf bərk və mayelərdə asılı deyil. Gəldik nəyə? İki dənə hesablama sistemim var. Düşün, K hesablama sistemidir. Bir də K' hesablama sistemidir. Cisim buradadır, amma burada keçdikdə bu cismin nəyi dəyişmir? Qüvvəsi dəyişmir, təcili dəyişmir, zaman dəyişmir, bir də kütləsi dəyişmir. Bu 4 dənə kəmiyyət dəyişmir. Yəni bunları yadda saxlamaq üçün biz bunun adını qoymuşuq nə? Fatma.
Qısacası Fatma dəyişmir. Aydındır? Aydındır? Bəli. Aferin. Gəlin Newtonun ikinci qanununa. Newtonun ikinci qanununa görə cisim hərəkət zamanı aldığı təcil ona təsir edən qüvvə ilə düz kütlə ilə tərs mütənasibdir. Yəni, belə nəzərdə tuturuq ki, əgər məsələn sən yolda gedirsən də, düzdür? Sənə qüvvə təsir edəndə kimsə gəlib arxandan itələyir, sən başlayırsan daha sürətlə hərəkət etməyə. Aydındır? Və yaxud da qabağa gedirsən. Burada təcilin də artır sənin. Aydındır? Təcilin də artır. Onda belə çıxır ki, qüvvə artanda təcil artır. Və yaxud da təcil artanda qüvvə artır. Bunlar bir-birindən düz asılıdır. Amma kütlə ilə tərs asılıdır. Niyə? Məsələn, bir yekəpər uşaq olsun, gömbul uşaq. Bir də var arıq-cılız uşaq. Kütlələri fərqi var da, düzdür? Bunlardan hansı daha tez-tez gedə bilər? Təbii ki, arıq-cılız uşaq. Bu özünü dartınca artıq zaman keçəcək. Buradakı fərqi gördünüzmü? Gördünüz. İndi təcil kütlədən necə asılıdır? Tərs asılıdır. Kütlə çox olduqca təcil azalır. Amma kütlə qüvvədən asılı deyil. Bunu unutmayın. Yadda saxlayın. Uşaqlar, qüvvəyə bir neçə dənə ad verilmək olar. Məsələn, qarşılıqlı təsirlər miqdarıdır. Sən buna təsir edirsən, bunun təsiri nə qədərsə, qüvvən o qədər olur. Aydındır. Qarşılıqlı təsir miqdarıdır. İkinci, cismə təcil verən səbəbdir. Qüvvə artanda cismə təcil artır. Düzdür? Cismə təcil verən səbəbdir. Həmişə təcil istiqamətinə yönəlib, unutmayın. Baxın, mərkəzə qaçma təcili hansı istiqamətdə gedirdi? Mərkəzi doğru. Mərkəzə, F-də. Əslində təcilin həmin istiqamətdə getməsi qüvvənin mərkəzə yönəlməyindəndir. Mərkəzə yönəldiyindən qüvvə təcil də həmin istiqamətdə gedir, mərkəzə qaçma təcili. Başa düşdük? Bəli. Sürət Toxunan istiqamətdə bəli gedirdi. Təcil verən səbəb. Təcil nə zaman yaranır? Sürət dəyişməsi olansa, düzdür? Sürət dəyişməsi baş verərsə yaranır təcil. Onda digər bir tərif də verirəm ki, cismin sürətini dəyişən səbəbdir qüvvə. Aydındır? Bəli. Ay, sağ ol. Bizim düsturumuz nədir? F bərabərdir M-adır. Mən demişdim ki, vahidini nəyə çıxarırıq? Kəmiyyətlərə qoyarıq. Kütlənin vahidi kiloqram. Təcilin vahidi metr böl saniyənin kvadratı. Metr böl saniyənin kvadratı. O da mənə verir Newton. Aydındır? Qüvvənin vahidi Newton oldu. Qüvvə hansı cihazla ölçülür? Dinamometr. Bundan sonra keçdiyimiz bütün qüvvələrin vahidi Newton, ölçülən cihaz dinamometr. Aydındır? Qüvvələr bitmir. 1, 2 deyil, çoxdur. Aydındır? Qüvvə deyən kimi siz heç bir şey sorğulamadan, etmədən vahidini qoyacaqsınız nə? Newton. Aydındır? Dinamometr. Və dinamometrin iş prinsipi nəyə əsaslanır? Hooke qanununa. İmtahana az qalmış bunları sizdən ezbər soruşacağım. Fizika deyib keçmirsiniz. Hər gün mən qaydaları soruşmaq məcburiyyətindəyəm. Elə şeylər var ki, yaddan çıxır. O yaddan çıxdı, sən daha fizika nə qədər oxuyursan oxu, fərqi yoxdur. İmtahanda onu yazmayacaqsansa əziyyətin gedəcək. Aydındır? Riyaziyyatda nəsə etməyə ehtiyac yoxdur. Riyaziyyatda qayda yadından çıxsa da məntiqlə həll edə bilirsən. Amma fizika o deyil. Gərək öyrənəsiz. Bu da aydın oldu. Əla. Əslində, indi cismə təsir edən qüvvələr var. Eyni istiqamətdə, əks istiqamətdə, perpendikulyar, bir də hər hansı bir bucaq altında. Əsas düstur kosinuslar düsturumuzdur. Sizin bu bildiyiniz düsturlar var. Ha? Bax, bundan çıxıb, kosinuslar düsturundan çıxıb. Aydındır? Bir dənə də sizə deyim, diqqətlə baxın. Sizə bir tərəfdən 50 Newton qüvvə, bir tərəfdən isə 20 Newton qüvvə təsir edir. Siz hansı tərəfi yıxılarsınız? 50-yə tərəf. Əvəzləyici qüvvə uşaqlar hər zaman böyük qüvvə tərəfə gedir.
Aydındır? Çox olan istiqamətə yönəlir həmişə. İndi sizə 2 dənə qüvvə verəndə, cisimlər verəndə siz baxırsınız ki, böyük qüvvə hansı istiqamətdədir? O istiqamətdə əvəzləyici qüvvəni qoyacaqsınız. Onu da bildik. Bəli. İndi halbuki burada yazılmayıb, amma mən sizə onu izah edəcəm. Ekranı gördük. Bizim əsas düsturumuz odur ki, bizdə əslində axırda yazmışıq, amma buradan başlayırıq. Birinci qüvvə, bu da ikinci qüvvə. F2, F1. Hər hansı bir nədir? Bucaq altında. Əvəzləyici qüvvə isə bu istiqamətdə yönəlir. Yəni tənbələn istiqamətində. Niyə görə tənbələn istiqamətində? Tənbələn nədir? Bunları yarıya bölmür. Tənbələndir də eyni zamanda tənbələn istiqamətində. Qaydamız odur ki, F əvəzləyici bərabərdir. Kosinuslar teoremidir. F1-in kvadratı üstə gəl, F2-nin kvadratı üstə gəl. 2F1 vur F2 vur kosinus alfa. Ay sağ ol. Qaydamız budur. İndi digərlərin bu düsturdan necə çıxdığını öyrədəcəm sizə. Bu cisimlər eyni istiqamətdə F1, cisimlər deyirəm qüvvələr eyni istiqamətdə gedir. Bucağı neçə dərəcədir? 0. 0. Burada müəyyən bir bucağım var idi. Bu bucağın kosinusunu tapanda müəyyən bir qiymət al. Burada üst-üstə düşdüyünə görə bucağım 0-dır. Kosinus 0-ı neçə alır? 1 alır. Bəli. Ona görə F əvəzləyici bərabərdir. F1-in kvadratı üstə gəl. F2-nin kvadratı üstə gəl. 2F1 vur F2 vur 1 olacaq. Bəli. Ay sağ ol. Bu da sənə kök altında F1 üstə gəl F2-nin kvadratını verir. Bəli, verir müxtəsərlə. Ay sağ ol. O da olacaq F1 üstə gəl F2. Bax ona görə deyirlər ki, eyni istiqamətdə getdikdə qüvvələr toplanılır. Bu qaydaya görə. Gəlirəm üçüncüsünə. Əks istiqamətdədir. Bucaq neçə dərəcədir? 180. Kosinus 180-də neçə alır? Mənfi 1 alırmı? Alır. Onda F əvəzləyici bərabərdir. F1-in kvadratı üstə gəl. F2-nin kvadratı. Oy. Çıx. Mənfi 1 vuranda olur. Çıx 2F1 vur F2. Aydındır. O da kök altında. F1 çıx F2-nin kvadratı. Cavab modulda F1 çıx F2. İndi gördünüzmü əks istiqamətdə olanda çıxılır. Aydındır. Soruşsaz ki, bax, ən böyük qüvvə F1-dir. Əvəzləyici qüvvənin istiqaməti bu tərəfdir. Unutmayın bunu. Gəldim neçəyə? Bunlar bir-birinə perpendikulyar yönəlib. F1. Bucaq 90-dır. Kosinus 90 sənə nə verir? 0 verir. Demək ki, F əvəzləyici F1-in kvadratı üstə gəl, F2-nin kvadratı üstə gəl, 2F1 vur F2 vur kosinus alfa. Bu 0 olanda qalır bir dənə bu. Ona görə 90 dərəcə olanda kök altında F1-in kvadratı üstə gəl, F2-nin kvadratı düsturu ilə tapırıq. Uşaqlar, indi bildinizmi? Hardan gəldi bu düsturlar? Niyə görə? Aydındır? Bəli, müəllim. Uşaqların ən böyük problemi odur ki, fizikada düsturları əzbərləyirlər. Hardan gəldi, necə gəldi bilmirlər. Kənardan baxanda ki, uşaq nəsən, indi fizikanın dərinliyini bilməyəndə, bu hardan gəldi, necə gəldi bilməyəndə və bir yandan əzbərləyib gedəndə o qədər bilgilərin sizin yadda qalma faizi çox azdır. Aydındır? Və siz belə olduqda məsələni də anlaya bilmirsiniz. Belə olduqda belə nəticə çıxara bilmirsiniz, tətbiq edə bilmirsiniz. Bax, bu problemlər yaranır.
Amma bir şeyin vəznini alanda bu hardan gəldi, necə gəldi? Artıq sən nə edirsən? Çətin bir məsələ olsa da belə oradan çıxa bilirsən, yaza bilirsən. İndi sizə bir dənə belə bir şey verəcək. 4 dənə qüvvəni verəcək. F1, F2 burada olsun 6 Newton. F1 10 Newton. Burada olsun F3 7 Newton. Burada olsun F4 4 Newton. Hə, indi məndən nə istəyəcək? Məndən əvəzləyici qüvvəni istəyəcək, düzdür? Son əvəzləyici qüvvəni. Birinci əks istiqamətdə olanlara baxırıq. Əks istiqamətdə olanda 6 ilə 10. Bir-birindən çıxanda 4 oldu. Hansı istiqamətdə getdi? 10 istiqamətində getdi. Mən yazdım bura 4 Newton. Gördünüz? 7-dən 4 çıxanda 3 Newton. Hansı istiqamətdə getdi? 7-nin istiqamətində. Əvəzləyici qüvvə bu hal 90 dərəcə olduqda tən bölən istiqamətində gedir. Əvəzləyici F1-in kvadratı F2-nin kvadratı oldu. Pifaqor kimi tapırsınız 5. Gördünüz? Bəli. Baxın, belə tapılır. Bunu unutmayın. Bir də bir şey görəcəksiniz. Vektorların toplanılmasına uyğun aşağı. F1 2 Newton deyək. F2 4 Newton deyək. F3 3 Newton deyək. F4'də 8 Newton. Normalda unutmayın. Trapeziya formasında olarsa bu aşağıdakı indi bunun qiymətini verib. Verməyəndə bilin ki bunları toplayıram və sonucu 4-cü vektorun cavabını alıram. Aydındır? Yəni F1 üstəgəl F2 üstəgəl F3 bərabərdir F4. Bu qayda önəmlidir. İndi burada verməyib səbəbi var, niyə verməyib? Sən bilirsən ki, indi bizdən nə istəyir? Ümumi Newton istəyir, düzdür? Ümumi qüvvəni istəyir, əvəzləyici qüvvəni istəyir. Sən bilirsən ki, bu sənə 4-ü verir, düzdür? Onda 1 F4 sənə 8-dirsə, onda 2 F4 nə verəcək? Bunu vermir. Üstə bir dənə F4'ü gəl. Olur 2 F4. Bu da 2 vurursan 8'e oldu 16 Newton. Aydındır? Müəllim, mən başa düşmədim 16-yı necə aldıq. Bax. Bizdə qayda var ki, bizə deyir ki, əvəzləyici qüvvə, bu 4 dənə qüvvənin əvəzləyicisini tap. Biz vektorlara görə bilirəm ki, F1 üstəki F2 üstəki F3 mənə F4'ü verir. Aydındır? Bəli. Bu qiymətə verməyə bilər ha. Prosto qayda belədir. Amma sən də deyirsən ki, bunun üstünə bir dənə F4 gəlirsə, olur 2 dənə F4. Bu da var axı bunu da toplayanda. 1 F4 necə 8-dir, 2-ni də 8-ə vursan 16 Newton oldu. Başa düşdüm mənim, sağ olun. Hə, indi bir dənə nə var? Proyeksiya var. Gəl indi bunu da çəkməyim o vaxt alacağımı. Sadəcə proyeksiya necə tapılır, necə eləyək, onu öyrətmək lazımdır. İndi
İndi fərqli-fərqli rəqəmlərlə çəkək. Düşünün ki, bir dama yuxarı. F1. F2. Da F3. İndi beyninizi qarışmasın, narahat olun. Mənə bunların reaksiyaları lazımdır. Bunların reaksiyalarını necə tapaq? Birincisi, F1 x. F1'in x bura x oxudu, bura y oxudu. F1 x. Baxaq. Bu F1 y oxu istiqamətində. Bu aralarsa 2-dir. Hərsə 2 cm kimi götürək də 2 vahid deyilməsi. Bu F1 görürük ki, 6-dan 8-ə gəlib. Y oxu istiqamətində. F1 y olacaq 2. Amma F1 x box üzərində proyeksiyası 0-dır. Unutmayın. F2'ye baxaq. F2'nin x üzrə proyeksiyası. F2'nin x üzrə proyeksiyası hardan gəlib F2? 6-dan 4-ə gəlib və yaxud da 6-dan deyirəm, 8-dən 4-ə gəlib. Bəli. Bəli, 4 Onda vahiddir. -4. Ay sağ ol. Azalıb da. Olacaq -4. F2y neçə olacaq? 0. Yox, Niyə 0? 2 deyil, 2. 1, Amma mənfi 2 də. bir damada bir dama. Olacaq -2. F3x nə olacaq? 8-dən 10-a gəlib. Müsbət istiqamətdə artıb da olacaq -2. F3y isə olacaq -2. Mən bunları tapdım. Reaksiyalar. Düzdür? İndi mən burada fx-in reaksiyalarını bir də əvəzləyici, fx-in əvəzləyicisini, fy-in əvəzləyicisini tapmalıyım. Necə tapacağım? F əvəzləyici x bərabərdir. F1x üstəgəl f2x üstəgəl f3x bərabər nə? 0, -4, 2. -2. -2. F əvəzləyici y isə nə olacaq? 2 üstəgəl -2 üstəgəl -2. Cavab olacaq -2. Düzdür? Hər ikisi də oldu -2. Y-ın nəfsinin əvəzləyicisi. İndi gələk qoyaq bura. -2 x oxu üzərində -2-dir. O deməkdir ki, 2 vahid bir dama belə sola gedib də. Aydındır. Düşünün, bir dama sola gedib. Y isə 2-dir. Onda baxın, hardasa əvəzləyicini qırmızı ilə yazın. Əvəzləyicisi olacaq, bax bura. Aydındır. X-i tapdıq, Y-i tapdıq. Onda F əvəzləyici bərabərdir. F1 əvəzləyici x kvadrat üstəgəl F əvəzləyici Y kvadratı. O da olacaq 4 üstəgəl 4, 8, 2 kökdə 2. Yəni, belə bir şey tapacaq. Sonra, mənə nə lazımdır? Bunu etdik. İndi uşaqlar, bunu belə edim ki, qaydada da tam görüb SS götürə biləsiniz. Bunu indi ata bilməyəcəm, sizə ümumi yatacağım. Bunlar əlavələrdə yazmışım. Bir də mənə nə lazımdır? Y oxu. Y, x, düzdür? Bu da əvəzləyici qüvvədir. Fy, fx. Bu da mənə nə verəcək? Alfa. Kosinus alfa nədir? Fx-in f-ə nisbəti, düzdür? Bu f-dir. Bitişik katetin hipotenuza nisbəti. Fx-in f-ə nisbəti. Onda fx nəyə bərabərdir? F vurulsun kosinus alfaya. Və yaxud da sinus alfa nəyə bərabər oldu? Fy-in f-ə nisbəti. Yəni, qarşıdakı katetin hipotenuza nisbəti. Bunlar mənə harda lazım olacaq deyə sual versəz,
Qarşıda gələn sürtünmə qüvvəsinin düsturlarında mənə lazım olacaq. Aydındır? Bəli. İndi bizə 2 dənə qüvvə verib. Bu 2 dənə qüvvədə deyir, əvəzləyici qüvvə hansı qiymətləri ala bilər? Qayda budur. Bu 2 dənə qüvvənin fərqini modulundan böyük qoyuram, əvəzləyici qüvvəni. Cəmindən isə kiçik qoyuram. Bu nəyə oxşadı? Üçbucağı bərabərsizliyinə oxşadı. Üçbucaq Bəli. bir tərəfin verirdi, digər tərəfin, yəni biz üçüncü tərəfin hansı qiymətlər ala biləcəyini tapırdıq. Məsələn, F1 olsun 10 Newton, F2 olsun 8 Newton olarsa, onda 2 əvəzləyici qüvvəsi 18. Alır hər ikisini. Yəni 2-dən 18-ə qədər bütün ədədləri ala bilər. Ən kiçik qiymət 2 ola bilər, ən böyük qiymət 18 ola bilər. Bunu da bilmiş olduq. Bu 2 dənə qüvvə verəndədir. İndi gəlirəm 3 dənə qüvvə verib. 3 dənə qüvvə verəndə F1-i deyək ki 4 Newton, F2-ni verib 5 Newton, F3-ü verib 6 Newton. Əvəzləyici qüvvə, yəni maksimum qiyməti və minimum qiyməti lazımdır mənə. F əvəzləyicinin minimum qiyməti. Maksimum qiyməti bu 3 dənəsinin cəmidir. 3 dənəsinin cəmi neçə oldu? 15 oldu. Bəli. Minimum qiyməti isə ən kiçik 2 dənəsinin cəmi çıxıram digər üçüncüsündən. Olacaq 9-6 bərabərdir 3 Newton. Minimum qiyməti budur. Aydındır. Ona görə biz aralıq yazanda 3 minimum qiymətidir, 15 maksimum qiymətidir. Hər ikisində alır. Başa düşdükmü? 3 dənə olanda nə edirik? Bəli. Keçirik indi buna. Birinci, bax bunları zat keçdim, qüvvəni keçdim, kütləni keçdim, nə bilim. Dördüncü dinamik. Bunların əslində mən bunları deyib sizə keçə bilərdim. Amma nəyə hardan aldığını indi daha yaxşı başa düşdünüz dərindən. Bilirdinizmi bunları? Murad. Uzun yox. Murad. Bəli. Bunu bilirdin? Kosinuslar terimi nə olsun digərləri. Bilirdim. Bəli. Əla. İndi biz dedik axı biz bir neçə dənə qüvvə keçəcək burada. Yəni bir dənə bu mənim çəkdiyim elə bir ki altına nəsə qoyulur, bu daş kimi nəzərdə tutunda, üstünə də bir dənə taxta. Taxtanın üstünə bir dənə cisim qoyulur. Ağırlıq qüvvəsi var. Bir də çəki var. Çəki də aşağı istiqamətdə P düşür. Ağırlıq qüvvəsi həmişə yerin mərkəzinə doğru gedir, unutmayın. Reaksiya qüvvəsi burada N-dir. Reaksiya qüvvəsi isə əksinə doğru gedir. Dayağın reaksiya qüvvəsi. Aydındır? F bərabərdir mg. Yəni ağırlıq qüvvəsi F ağırlıq bərabərdir mg. Normalda J ilə A burada belə deyək də Bir-birini yerinə sağ ol, yəni bərabər təcilli hərəkətdə biz Newtonda deyək də Newton qanunlarında MA yazıramsa bu məsələn aşağı atılmada, yuxarı atılmada nə oldu? A-nın yerinə nə yaza bilərəm? J yaza bilərəm. Məsələn. Və ağırlıq qüvvəsi F bərabərdir mg düsturu ilə tapılır. Eyni zamanda N bərabərdir mg-dir. Reaksiya qüvvəsi də eyni düsturla tapılır. Bunu unutmayın. Əgər cisim dayaqla birlikdə yuxarı hərəkət edərsə, onda N bərabərdir P. Yəni yuxarı hərəkət edərsə çəki elə nəyə bərabər olur? Reaksiya qüvvəsinə. O da N vurulsun J plus A. Yuxarı gedərsə üstə gəl A olur. Aşağı hərəkət edərsə çıx A olacaq. Yəni P bərabərdir və yaxud N bərabərdir. N vurulsun J çıx A. Bu belə. İndi bir cins metal kürənin həcmi və kütləsi. Bunu burada bilin. Düzəməcə bilməyən yoxdur bunun. Bizə lazım olacaq. Yəni həcmi olacaq V bərabərdir 3/4 pi r kubu. Kütləsi olacaq 3/4 pi r kubu.
Gəlirəm Newtonun nəyinə? Üçüncü qanununa. Newtonun üçüncü qanunu qarşılıqlı təsir qüvvələri qiymətcə bərabər istiqamətcə əksdir. Qiymətcə bərabər o deməkdir ki, modulları bərabərdir. Yəni sən biri mənfi, biri müsbət almısan, əks ədədlər almısan, bununla modulları bir-birinə bərabər olacaq. Aydındır mı? O da F bərabərdir M-A-da, M1A1 bərabərdir M2A2. Yəni M1A1 bunlar nədir? Əks istiqamətlidir, tərsdir. M1 böl M2 bərabərdir A2 böl A1. Başa düşdük? Eyni zamanda P'lər nədir? Impulsdur və də MV'dir. O da tərsinə olacaq. M1 böl M2 bərabər V2 böl V2. Qısa konkret nəyə bərabərdir? Təsir əks təsirə bərabərdir. İndi bizə burada düşəcək bağlı cisimlər falan filan. Sizə bir neçə dənəsini göstərim. Ki, qalsın. Burada çəkək. Bu bir yer səthidir. Bu bir yer səthidir. Bu 3M cisimdir. Bu buna bağlayıb 2M cisim. Bu da buna bağlıdır. M kütləli cisim. Aydındır. Və bu cisimlərin üçün bir yerdə F60 Newton qüvvə ilə dartırlar. Demək ki, bunları bir-birinə bağlanıb iplə və üçünü də bir-birinə dartırsınız. Ona görə bu dartanda bu iplər arasında gərilmə qüvvəsi yaranır. Gərilmə qüvvəsi T ilə işarə olunur. Baxın, bir qüvvə də buradan çıxdı. Qüvvələr çoxdur. Yalnız birini saymaq olar. Hamısı çoxdur. İndi biz baxaq. Ümumilikdə neçə dənə kütləli cisim 60? Məsələn, sizdən soruşa bilər ki, T1-i tap və yaxud da T2-ni tap. Tənasüblə tapacaq. Ümumiyyətlə 3M, 2M, 1M. 6 dənə M-dir. 6 dənə M-i dartmaq üçün 60 Newton qüvvə təsir edirsə. T, buradakı gərilmə qüvvə. T1-i tapmaq istəyirəm də. T2-ni tapın. T2 indi nə qədər olacaq? Necə tapacam onu? T2 nə qədər cisim dartır? 5M. 5M dartır. Ay, sağ ol. Çarpaz vuracam. T1-i tapacam. 50 Newton qüvvə ilə. İncisini də 3M-dən tapa bilərəm. Aydındır? Olacaq 30 Newton qüvvə ilə. T1 də olacaq 30 Newton qüvvə ilə dartacam. Başa düşdükmü? Bəli. Ay, Müəllim, sağ ol. resim olar. Ver. Müəllim, onda biz böyük eni 2 dənə istifadə edirik də. Bir dayağın reaksiyası, bir də dövürlərin sayı kimi. Hə. Yəni uşaqlar, N olsun, başqa kəmiyyətlər olsun, eyni adlandırırıq. Yəni hərf olaraq eynidir, amma fizikada fərqli-fərqli kəmiyyət kimi görəcəksiniz. Ona görə də yaxşı öyrənmək lazımdır. İndi bilirsinizmi mən niyə sizi tez-tez sual cavab edirəm? Bəli. J'nin 4 dənə adı var idi məsələn. Ay, sağ ol. Baxaq, məsələn, burada 1M-də, 4M-də ümumi dartı qüvvəsi. Bir qüvvə də var burada. Bu gərilmə qüvvəsidir. F burada F-də dartı qüvvəsidir. Sən bunu nə qədər Newton qüvvə ilə, burada nə qədər Newton qüvvə ilə? 60 Newton qüvvə ilə dartmışdım. Olacaq 60 Newton qüvvə. Dartı qüvvəsi 60 Newtondur. Bütün qüvvələrin vahidi baxın Newtondur ya. Hansı cihazın ölçülü? Dinamometr. Dartı qüvvəsidir. Bax, dartı qüvvəsi nə qədər qüvvə ilə dartır? 5 dənə M var. 5 M olacaq dartı qüvvəsi. Gərilmə qüvvəsi bir dənə M dartır. Olacaq M. Bir dənə M. İndi sən deyəcək ki, dartı qüvvəsinin gərilmə qüvvəsinə olan nisbəti 5 M böl M bərabərdir 5. Yəni dartı qüvvəsi gərilmə qüvvəsindən 5 dəfə böyükdür. Hə, ip qırılarsa, ip nə zaman qırılır? Ortadan qırılırsa, onda gərilmə qüvvəsi 0-a bərabər olacaq. Dartı qüvvəsi də 5 dənə M-yə bərabər olacaq. Çünki 5 dənə M-ni dartıb da, amma ortada gərilmə qüvvəsi, yəni ip qırılıbsa gərilmə qüvvəsi 0 olacaq. Belə şeylərdə fikir verin.